Bayraq, milli qürurun cismani rəmzidir. Bayraq, renklərin, yazıların və şəkillərin 4 küçük parça üzərində məlumatlı düzülüşü qədər sadə mənanın sarıqdır. Bayraq, insanın ruhu üşüyəndə bürünə biləcəyi parçadır. Vətənin parçası. Hansı ki onu parçalamaq nədir? Heç toxunmaq olmaz. Bayraq cansızdır, amma hərəkətdədir, dalğalanır. Onun dinləməyi sevdiyi musiqisi var. Adı da dövlət himnidir. Bizə qürur yaşadan bayrağı fərəhləndirmək, dalğalarını əzəmətləndirmək üçün qələbə çalmaq lazım olur ki, himn də çalınsın. Bayraq hər soydaşa, vətəndaşa, xalqa və dövlətə mənsubdur. Onun qarşısında baş əymək azdır. Onun qarşısında papaq başdan düşəcək qədər başı qaldırmağı da bacarmaq lazımdır. Bunun üçünsə o çox hündürdə olmalıdır. Necə ki, Azərbaycan bayrağı ən hündürdən dalğalanan bayraq kimi çox yukarıda olmuş. 20.000 kvadrat metr ərazisi olan Dövlət Bayraq Meydanında ucaldılmış qayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,9 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, kütləsi isə təqribən 350 kilogramdır. Guinness Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda dövlət bayrağına seydə yaratılıb. Salam əziz müəllimlər, sevimli şagirdlər və əlamətdar tədbirdən xoş gördük sizləri. Bugün 9 noyabr Azərbaycan Respublikasının dövlət bayrağı günüdür. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı günü münasibəti ilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı günü iş günü hesab olunmur. Bayraq bərabər elli, 3 üflü zolaqdan ibarətdir. Qırmızı zolağın ortasında bayrağın ay rəngli aypara ilə 8 güşəli ulduz təsvir edilmişdir.
Bayrakta olan göy renk türkçülüğü, kırmızı müasir azadlık ideolojisini, yaşıl renk ise İslamçılığı terennüm edir. Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci ilin noyabrın 9-da Azərbaycan Xalq Cumhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayına dək dövlət statusuna malik olmuşdur. 5 fevral 1991-ci ildə bayraq həmin ildə müstəqilliyini elan etmiş və Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. Göylərə yüksəlib üç rəngli bayraq, onu ucalardan enməyə qoyma, qəlbimin başında qığılcım yanar, ey vətən sən onu sönməyə qoyma, oğullar sıyrılsın qınından yenə, keçsinlər ürəklə canından yenə, içsinlər düşmənin qanından yenə, alçağa qalxmağa dinməyə qoyma, göylər mavi rəngli tüylü pək olsun, dünya al deyilsin, gül çiçək olsun, ömür yaşıl donlu, gələcək olsun, milləti bu yoldan dönməyə qoyma. İndi isə söz verilir məktəbimizin direktoru Ruhiyyə müəllimə. Əziz şagirdlərimiz, hörmətli müəllimlərimiz, Azərbaycanın ən möhtəşəm bayramlarından birini qeyd edirik bugün. 9 noyabr Azərbaycanda bayraq günüdür. Şagirdlərimiz kifayət qədər dolğun məlumat verdilər. Bayraq bizim qürur mənbəyimizdir. Bayraq dövlətin rəmzidir. Bayraq dövlətin atributlarından biridir. Millət olaraq bayrağa olan sevgimiz, həssaslığımız bəlkə də mən deyirəm ki, Azərbaycanın dövlət kimi həmişə mövcud olmasına səbəb olmuşdur. Nə qədər bizim içimizdə bu bayraq sevgisi var, nə qədər bu bayraq sevgisi olacaq və Azərbaycan dövləti də var olacaqdır. Dünyanın ən gözəl bayraqlarından biridir Azərbaycan bayrağı. Gəlin biz bir yerdə arzu edək ki, bizim bu gözəl üç rəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalansın. Hər zaman dövlətlər arasında dövlətimizin adı çəkilsin, bayraqlar arasında bayrağımız olsun və inşallah hər birimizin ən böyük arzusu illərlə ürəyimizdə yara olan Qarabağ üzərində dalğalansın bayrağımız. Bayramımız mübarək olsun. Azərbaycan Respublikasının bayrağı gətirilir. Bayrakları bayrak eden üstündeki kanlı, torpaq uğrunda olan varsa vətəndir. Getirin benim müqəddəs bayrağımı, getirin şəhidlərin qanından olan bayrağımı, getirin benim azadlığımı, getirin benim müstəqilliyimi. Bayraq bizim için şərəf deməkdir. Bayraq bizim için mənli deməkdir. Ey mavi göylərin, ay mavi yaşıl süsü, bacımın gəlinliyi, şəhidimin son ölçüsü, dalğa, ışıl bayrağım, senin dastanını okudum, senin dastanını yazacağım. Seni salamlamadığım can kuşun yuvasını dağıdacağım. Seni benim gözle bakmayanın mezarını kazacağım. Savaş bizi kanlı dağlara götürdüğü gün kızılından sindik. Dağlardan çöllere düştüğümüz gün kölgeye sığındık. Ey gündüzsüz gün rüzgarlarda dalgalı,
barışın göyərçini, müharibə qaltanı, yüksək yerlərdə atan çiçəyim, şərəfin, şöhrətin, namusun, hər şeyin, sənin altında doğuldum, sənin altında öləcəyim. Yer yüzündə yer dəyər, hara düşürmək istəyirsən söylə, söyləsəm ora düşəyim. Sinif şagirdləri, Bayrağına baş əyirik, can vətən, can Azərbaycan. Varlığına sevinirik, can vətən, can Azərbaycan. Türk keçsimdən məğrur ürək, istiqlal
böyük şagirdi Elbrus. Uzak uzak yerlerden adım var, ünvanım var. Dastanlara sığmayan şöhretim var, şanım var. Uzak uzak yerlerde adım var, ünvanım var. Dastanlara sığmayan şöhretim var, şanım var. Kahramanlar içinde neçə kahramanım var. Kahramanlar içinde neçə kahramanım var. Cavanşirəm babəşəyəm, nə deyəmiş olur, yayam. Azərbaycan olur, yayam. Azərbaycan olur, yayam. Gecələrin düşüncəm, dəli qarlıqlarımdır. Şürərə coşqun qanım, Həzər Şah damarımdır. Gecələrin düşüncəm, dəli qarlıqlarımdır. Şürərə coşqun qanım, Həzər Şah damarımdır. Qananı istərsən, istəri dostlarımdır. Qananı istərsən, Azərbaycan oğluyam, Azərbaycan oğluyam, Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Vətənimin seyrinə çağıram elləri, Vətənimin seyrinə çağıram elləri. Görmək, görmək istəyəm Azərbaycana gəlsin. Məzəni başdan başa şəhərlər, kəndləri. Cənnət görmək istəyəm Azərbaycana gəlsin. Torpağı bozduqum, aranlıyam dağılıyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam, Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Qartal romansı. Çıxış edən 9 ay sinif şagirdi Tanrızadə Şəhriyar.
Ayda kenarında bir ev dikmişəm, ay hasarın çəkmişəm, üstünə örtmüşəm, ay bu gələn gözələ gözüm dişmişəm, bağçada gülər, oxur bülbülər, belə deyirlər yenə yaz gəlir, bağçada gülər, oxur bülbülər, belə deyirlər yenə yaz gəlir. Ay elin alçalı, indi sazını yanı, ay ben çəkərəm hərdən sənin nazını yanı, ay şəmsi qəmər kimi göstər üzünü, bağçada gülər, oxur bülbülər, belə deyirlər yenə yaz gəlir, bağçada gülər, oxur bülbülər, belə deyirlər yenə yaz gəlir, bağçada gülər, oxur bülbülər, belə deyirlər yenə yaz gəlir, bağçada gülər, oxur bülbülər, belə deyirlər yenə yaz gəlir. Toprağın üstünə çölkələr salar, mənim varlığımı çırası bayram, səfərdən doğulmuş sörtükdən qalan, qut başlı bayrağın balası bayram. Mayaktır, yolumuzun üstüne ışık saçan mayaktır. Üç renkli bayrak bize tesellidir, dayaktır. Yolumuzun üstüne ışık saçan mayaktır. Üç renkli bayrak bize tesellidir, dayaktır. Yolumuzun üstüne ışık saçan mayaktır. Bayrak bizim yüreğimiz, o bizim dövlət rəmzimiz. Qəlbimiz tək sevək onu, həmişə uca tutaq onu. O bizə anadan, atadan əzizdir. Mavi rəng sanki mavi dənizdir. Qırmızı rəng şəhidlərin qanıdır. Yaşıl rəngsə peyğəmbər əbasıdır. Bir millət, iki dövlət, eyni arzu, eyni niyyət, hər ikisi cumhuriyyət, Azərbaycan, Türkiyə. Bir ananın iki oğlu, bir ağacın iki oğlu, o da olur, bu da olur, Azərbaycan, Türkiyə. Ayaqları bayrak yapan, üstündəki qandır, torpaq uğrunu ölən vaz vətəndir. Gətirin mənim müqəddəs bayraq, gətirin mənim müqəddəs bayrağımı.
Yaşa, yaşa, yaşa neyime sağlıdır. Yaşa, yaşa, Yaşa Azerbaycan. Bununla da tədbirimiz sona çatdı.